Əslində çox maraqlıdır. Baxın deyirsiniz, mən misal üçün mən övladım dərsini oxumasına da sevinirəm, oxumamasına da sevinirəm. Oxumasına sevinirəm ki, öyrənir, oxumamasına sevinirəm ki, bu standartdan kənara çıxa bilir. Yəni öz Orada düşüncəsi. yadınızdaysa biz müzakirədə orada həvəskarla ustadın arasındakı bir oxşar və fərqliliyi analiz eləyirdik. Doğrusu onu araşdırırdıq. Orada oxşar cəhətlər var, amma fərqli cəhətlər də var. Yəni onu tapa bildikdə o düz yoldur. Uşaq ola bilər oxumur, amma telefonda yatır Ağşabazar hansında ki, heç bir şey dərd eləmir. Yəni uşaq ola bilər ki, oxumur, amma həmin vaxtı daha səmərəli bir işə tətbiq edir. Yəni burada fərq bundadır. O insanın Martin Heideggerin bir yaxşı sözü var, onun bir dizayn ifadəsi var da. O sənin kimliyin məsələsi var. O kimliyini tapmaq məsələsində, o varlığını tapmaq məsələsində də o kimliyin ətrafı belə deyil. Misal üçün Allah sizinkiləri saxlasın. Mənim övladlarımdan biri, yəni oğlum futbola maraq göstərir. Nə bilim orada IT proqramlar. O onun özünün modelinə daxildir. Amma qızım o istiqamətə maraqlı deyil. Çünki onun da tərkibi, onun da o varlığı ona yaxın deyil. O başqa bir istiqamətdədir. Yəni bizim çoxumuz isə biz misal üçün təhsil məsələlərində nətər olur? Biz düşünürük ki, uşağımız getməlidir, filan ixtisası öyrənməlidir. Amma o ixtisas o uşağın tərkibidirmi, onun varlığıdırmı? Onunla nə qədər böyük bir şey verə biləcək bizim dünyaya, nə qədər o en səviyyələri keçə biləcək. Tam razıyam sizlə. Mən uşaq qruplarında, valideyn qruplarında mütəmadi, yəni bizdə indi hamısında bir 10-a yaxın qrup var orada hamısında. Biri deyir ki, mən misal üçün uşağımı apardım robotexnikaya. Hamısı deyir ki, biz də apardıq. Sual olunur, lazımdırmı o uşaqların hamısına bu? Bayaq danışdığım zaten o standartlaşdırmaq məsələsinin problemi ondaydı. Bizim insanlarla rəftarın individuallığı çətindir. Yəni biz hər kəsə bir individual baxmaq üçün biz fərqli bir mühitdə baxış yaratmalıdır bizdə. Bizə o çətin gəlir. Ona görə də standart baxmaq istəyirik. Deyir ki, sən bu cür ol, sən də bu cür ol, sən də bu dərmanı ye. Yəni nəticədə o individuallığı biz məhv edirik, amma o şəxsin o varlığı heç vaxt məhv olası deyil. Onun içindən onu yandıracaq. Onun üçün də gəlir insanlar, baxırsan ki 30 yaşı var, 33 yaşı var, 29 yaşı var, illərlə işlədiyi sənəti atır o tərəfə, bilmir hansı sənətə getsin. Hə, çox rastlaşmışam. Bəli, ona mən yol ayrıcı deyirəm. Çünki nəticədə o kənardan ona deyirlər, uğurludur, bu nə bilim bankda işləyir, falan qədər həkimsən, o boyda həkimsən. Bu nədir beləsinə? Amma o içində istəyirik ki, o deyil, yəni o orada deyil. Çünki onun vaxtında deyəndə o da vaxtsızdır deyil əslində. Yəni özünü görmə radiusu genişlənməmiş, özünü realizə etmə imkanı da məhdudlaşır.